Salam uşaqlar, daha bir məsələnin izahına baxaq. 67-ci sual. Bizə bildirilir ki, y-in mol miqdarı 0,1-dir və y2s5-in kütləsi isə 11,1-dir. Əgər y-in mol miqdarı 0,1 olanda y2s5 11,1 qramdırsa, bəs y2s5-də neçə dənə y görürsün? 2 dənə. Bəs 2 mol y olsa, bəs bizim ümumi kütləmiz nə qədər olar? 2y üstə gəl, 32 vur 5 eləyir 160. 2y plus 160. Onda 2y plus 160 bərabərdir. 11,1-i 2-yə, 0,1-i bölüb 2-yə vuranda eləyəcək 222. 2y bərabərdir 62-yə. Uşaqlar, y-imiz də bərabərdir 31-ə. Biz y elementinin 31 olduğunu qeyd edəcək. Belə çox maraqlı gəlsə, bu fosfor elementidir. Kütləsi 31 olur. O qədər sadə. Nəysə başa düşməsəz, WhatsApp nömrəsinə qeyd etməyi və yaxud yoruma qeyd etməyi unutmayın.